Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Xəbərlərin saat 17 olan buraxılışını təqdim edirik. Studiyada Bəsti Qasımovadır. Əvvəlcə anonslara nəzər salaq. İstintaq tədbirləri davam edir. Ceyhun Bayramovdan Azalın qəzaya uğrayan təyyarəsi ilə bağlı açıqlama. Orduda qüsursuz xidmət göstərən hərbçilər mükafatlandırıldı. Sumqayıtda 59 mənzil təqdim edildi. Sabah ölkə ərazisində hava necə olacaq? Hidrometeoroloji Proqnozlar Bürosu xəbərdarlıq etdi. İndi isə daha ətraflı. Prezident İlham Əliyev Ağdamın bərpası çərçivəsində mühüm infrastruktur layihələrindən birinin açılışında iştirak edib. Dövlət başçısı Ağdam Dəmir Yolu və Avtovağzal kompleksində olub. Geniş ərazini əhatə edən və gündəlik minlərlə sərnişinə xidmət göstərə biləcək bu nəqliyyat qovşağı bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı Qarabağa qayıdışı da sürətləndirəcək. Prezident İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinin açılışında iştirak edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov dövlət başçısına əvvəlcə Bərdə-Ağdam Dəmir Yolu xətti layihəsi, Bərdə-Ağdam-Xankəndi Dəmir Yolunun tikintisi, Xankəndi Dəmir Yolu və Avtovağzal kompleksi barədə məlumat verdilər. Qeyd edildi ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Dəmir yolu vağzalı gündəlik 800 min nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət güşələri yaradılıb. Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub. Kompleksin ərazisində həmçinin müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması tikilib. Ərazidə fərdi, orta və iri tutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlər arası və rayon daxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb. Sonra Bərdə-Ağdam Dəmir Yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salındı. Bugün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümüdür. Bu münasibətlə hər il olduğu kimi bu ildə hamı ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri Xiyabana yollanır. Hazırda əməkdaşımız Arzu Həsənzadə də Fəxri Xiyabandadır. Daha ətraflı məlumatı ondan alacağıq. Salam Arzu, buyurun, eşidirik sizi. Salam Bəsti, axşamınız xeyir olsun. Bir neçə saat əvvəl Fəxri Xiyabandan sizə məlumat verdiyimiz kimi yenə də qeyd etmək istəyirəm ki, Fəxri Xiyabana hələ də xalqımızın nümayəndələri gəlirlər, üst tutublar, Ulu Öndərin məzarını ziyarət edib, onun xatirəsini anırlar. Səhər saatlarında burada daha çox qələbəlik müşahidə olunurdu. İndi isə axşam saatlarına doğru getdiyi üçün hal-hazırda ziyarət edənlər tək-tək ziyarət edirlər. Yəni, səhər saatlarında daha çox qrup halında ziyarətlər müşahidə olunurdusa, indi artıq xalqımızın nümayəndələrinin tək-tək ziyarətlərini burada müşahidə edə bilirik. Səhər saatlarında da dövlət və hökumət rəsmiləri gəldilər, Ulu Öndərin məzarını ziyarət etdilər. Onlar arasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Baş nazir Əli Əsadov, Xarici İşlər Naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova, Müdafiə Naziri Zakir Həsənov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev kimi önəmli isimləri ziyarətçilər arasında biz görə bilərdik. Eyni zamanda da ziyarət edənlər arasında həmçinin xarici diplomatik korpusun nümayəndələrini də biz burada müşahidə etdik. Ulu Öndərin
xatirəsini yalnızca ölkə miqyasında və müstəvisində deyil, bəsdir, həmçinin də ölkə xaricində də onun xatirəsini andılar. Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində, Fransadakı, Belarusdakı səfirliyində də Ulu Öndərin xatirəsini anmaq üçün silsiləvi tədbirlər həyata keçirildi. Bəsdir, onu deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu bu idi ki, Qarabağ işğaldan azad olunsun, Azərbaycanın suverenliyi tam şəkildə geri qayıtsın, həllini tapsın və bugün Prezident İlham Əliyev tərəfindən torpaqlarımızın hər qarışında Azərbaycanın üç rəngli bayrağı ucaldılıb, həm də bu mənada xalq Ulu Öndərinə öz vəfa borcunu, minnətdarlıq və təşəkkürünü ifadə etmək üçün belə deyək, Fəxri Xiyabanı özlərinə ziyarət ünvanı olaraq seçiblər. Və mən belə müşahidə edirəm ki, bu ziyarətlər tək-tək olsa da hazırda vətəndaşlarımız tərəfindən, lakin bu ziyarətlər gecə saatlarına qədər davam eləyəcək. Bəsdir, mənim çatdıracaqlarım bu qədər, sözü xəbər mərkəzimizə ötürürük. Çox sağ ol Arzu. Ətraflı məlumat üçün xatırladaq ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Arzu Həsənzadə idi. Davam edirik. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibətilə Azərbaycan ordusunda 20 il qüsursuz xidmət etmiş hərbiçilərə Sumqayıtda 59 mənzil təqdim edilib. Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin müvafiq fərmanına əsasən Azərbaycan ordusunda 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzillərin verilməsi prosesi davam etdirilir. Bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsinə yönəlib. Qanunvericiliyi uyğun şəkildə püşkatma yolu ilə və növbəlilik prinsipi əsasında təqdim edilən bu mənzillərin rəsmiləşdirilməsi də dövlət tərəfindən təşkil olunub və artıq çıxarışlar sahiblərinə təqdim edilib. Azərbaycan, Pakistan və Hindistanın məsələni siyasi diplomatik müstəvidə həll etməyə çağırır. Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə Pakistan-Hindistan müharibəsində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, çünki son gərginliyin bir başlanma səbəbi var. Başlanma səbəbi də ondan ibarətdir ki, Pakistan ərazisinə hansısa bir izahatlarla, hansı ki Hindistan verir, lakin Pakistan tərəfi bunu qəbul etmir heç bir formada, yəni zərbələr endirməyə başladı. Yəni bir dövlət digər ölkənin ərazisinə zərbələr endirməyə başladı və bu çox ciddi bir gərginliyin səbəbi olmuşdu. Biz bunun qəbul edilməzliyini söylədik və bunu pislədik. Eyni zamanda bizim çağırışlarımız hər iki tərəfə ən qısa zamanda bu gərginliyə son qoymaq və bunu siyasi diplomatik müstəvidə həll etməyə olan bir çağırışdır. Yəni ona görə kimsə bizim bu mövqeyimizdən narazıdırsa, biz düşünürük ki, ilk növbədə ona daha diqqətlə baxsın və hesab edirəm ki, burada çox məntiqli bir yanaşma var. Xarici İşlər Naziri Azalın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq barəsində də danışıb. Ceyhun Bayramov bununla bağlı Rusiya ilə təmasların davam etdiyini qeyd edib. Bu məsələ hər zaman Azərbaycan dövlətinin prioritetindədir və gündəliyindədir. Biz bütün təmaslarımız zamanı bunu Rusiya tərəfi ilə qaldırırıq. Qarşı tərəfin bizə verdiyi izahat ondan ibarətdir ki, hal-hazırda Rusiya daxilində istintaq tədbirləri davam edir və istintaq tədbirləri başa çatandan sonra daha detallı məlumatlar təqdim edəcək. Biz də təbii ki, həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik.
Avropanın aparıcı dövlətlərinin rəhbərləri Fransa, Polşa, Böyük Britaniya və Almaniya liderləri Kiyevə səfər ediblər. Ukrayna paytaxtında yüksək təhlükəsizlik tədbirləri fonunda baş tutan səfər zamanı tərəflər müharibənin gedişatı, sülh təşəbbüsləri və regionun gələcəyi ilə bağlı mühüm müzakirələr aparıblar. Avropa liderləri həmrəy olduqlarını bildirərək Amerika Birləşmiş Ştatlarının atəşkəs çağırışını dəstəklədiklərini açıqlayıblar. Mayın 10-u Fransa, Polşa, Böyük Britaniya və Almaniya liderləri Kiyevə səfər ediblər. Polşanın baş naziri Donald Tusku, Dəmir yolu vağzalında Xarici İşlər naziri Andrey Sibiqa və prezident administrasiyasının rəhbəri Andrey Yermak qarşılayıblar. Tuskla birlikdə paytaxtda Qatarla Almaniyanın yeni kansleri Friedrich Merz, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Macron da gəliblər. Dəmir yolu vağzalında təhlükəsizlik tədbirləri ciddi şəkildə gücləndirilib. Həmçinin Starmer, Macron və Merzin Kiyevə səfəri zamanı çəkilən kadrları da yayılıb. Prezident administrasiyasının rəhbəri Andrey Yermak bildirib ki, Ukraynanın paytaxtında qətiyyətlilər koalisiyasını salamlamaqdan məmnundular. Onun sözlərinə görə tərəfləri çoxlu iş və müzakirə olunmalı bir sıra mövzular gözləyir. Bu müharibəyə ədalətli bir sülhlə son qoymaq lazımdır. Moskvanı atəşkəsə getməyə məcbur eləmək lazımdır, deyə Yermak qeyd edib. Macron bildirib ki, sülh sazişi Ukraynanın təhlükəsizliyinə zəmanət verməlidir. Bu, üzərində işlədiyimiz məsələdir. Birlikdə irəliləyirik. Qeyd eləyək ki, Avropa liderləri birgə bəyanatlarında ABŞ prezidenti Donald Trumpın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışını dəstəklədiklərini bildiriblər. Pensiya kapitalını birdəfəlik götürmək bəzi ölkələrdə mümkündür, lakin bu hər ölkənin qanunvericiliyinə görə fərqlənir. Məsələn, bəzi ölkələrdə pensiya fondları yalnız pensiya yaşına çatdıqda ödənilir. Amma bəzilərində isə bu məbləğin müəyyən şərtlərlə əvvəlcədən götürülməsi mümkündür. Bir sıra ölkələrdə isə pensiya kapitalı kreditlərin ödənilməsi və ya digər maliyyə məqsədləri üçün istifadə edilə bilər. Bəs belə bir qaydanın Azərbaycanda da tətbiqi mümkündürmü? Millət vəkili Vüqar Bayramov suala aydınlıq gətirib. Bəzi ölkələrdə pensiya kapitalından hətta kreditlərin qaytarması, müəyyən təsir xərclərinin ödənilməsi üçün istifadə olunur və təbii ki, bu zaman artıq pensiya kapitalından müəyyən hissəsi istehlaka yönəldilə bilir. Söhbət əksər modellərdə pensiya kapitalının tam olaraq istehlaka yönəlməsi deyil, onun müəyyən hissəsinin istehlaka yönəldilməsi həyata keçirir. Bu kontekstdə xüsusən də pensiya kapitalına nisbətən çox olan vətəndaşlarımıza Singapur, Amerika Birləşmiş Ştatları və hətta Lisabon region ölkələrində olduğu kimi pensiya kapitalından istifadə imkanlarının yaradılması, belə bir hüququn verilməsi məqsədə uyğun olardı. Təbii bu istiqamətdə təkliflər təqdim olunub, qiymətləndirmə, maliyyə qiymətləndirməsi aparıldıqdan sonra düşünür ki, gələcəkdə müvafiq qərarların verilməsi mümkün ola bilər. Təbii ki, xüsusən bəzi ölkələrdə minimum pensiya kapitalı ilə yanaşı orta pensiya kapitalı anlayışından istifadə olunur. Orta pensiya kapitalından çox olan, yığım olan vətəndaşlarımıza məhz həmin kapitaldan daha tez istifadə imkanları yaradılır. Bu kontekstdən təbii ki, beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə Azərbaycan üçün uyğun istiqamətlərin, uyğun təcrübənin nəzərə alınması və ölkəmizdə də tətbiqi məqsədə uyğun olardı. Limçay ifadəsi bir çoxumuza Ulduz filmindən tanışdı. Əməkdaşlarımız həmin ərazidə olub. Üstündən illər keçsə də filmin çəkildiyi çay plantasiyası dəyişməyib. Görünüşü ilə yanaşı çay sortları da eyni qalıb. Bəs bugün Azərbaycanın çay istehsalı və ithal-ixrac balansı hansı vəziyyətdədir? Yerli çayın dadı və dəyəri dünya bazarında necə qarşılanır? Reportajımız var, baxaq. Limçay. Yəqin ki, bu ifadə Ulduz filminə baxan hər kəsə tanışdır. Bu, Azərbaycan
Azərbaycan çayıdır. Azərbaycan çayı. Elə biz də hazırda filmin çəkildiyi çay plantasiyasındayıq. Elə çay sortları da elə həmin dövrdən bu günümüzə kimi gəlib çıxan çay sortlarıdır. Azərbaycan çayı öz adından da, dadından da bütün dünyaya söz etdirib. Elə buna görə də ölkəmizdə istehsal olunan çay xarici ölkələrdə böyük rəğbət qazanıb. Astara ərazisində keçən il biz 80 hektardan çay yığmışıq. 80 hektardan hardasa biz 75 ton məhsul yığmışıq. Bu il haman rəqəm biraz da çox gözlənilir. Bir çox növlər var. Məxməri çay var, pürrəngi çay var, buket çayı var. Yəni hər qiymətlə fərqlidir. Buket çayı bizdə məsəl üçün 700 manata da biz onu sata bilirik. Gömrük Komitəsinin məlumatına görə 2024-cü il ərzində Azərbaycandan 6 milyon 633 min dollar dəyərində 747 ton çay ixrac edilib. Eyni dövr ərzində ölkəyə 76 milyon 488 min dollar dəyərində 14 min 388 ton çay idxal edilib. 2025-ci ilin ilk rübündə ixrac payı 1 milyon 528 min dollar dəyərində 172 ton, idxal isə 25 milyon 407 min dollar dəyərində 4134 ton təşkil edib. Rəqəmlərdən də idxalın ixracı üstələdiyi görünür. Təbii ki, bu dövrdə ixracın həcminin əhəmiyyətli artmaması, cəmsi 20 ton artması, amma idxalın həcminin isə təqribən 1800 ton artması sual yarada bilər. Sahibkarların ambar qalıqları və gələcək sifarişlərinin icrası ümumiyyətlə ehtiyatların planlaşdırılması çərçivəsində ola bilər. Çünki ölkəmizdə əhalinin çaya olan tələbatı kəskin artmayıb. Sadəcə bu sahibkarların öz ambar ehtiyatlarını tənzimləmək cəhdləridir. Bu növbəti dövrdə həm ölkə daxilində bazar tələbatının ödənməsi, həm də ixraca yönəldiləcək məhsullardır. Ekspert 2025-ci ilin ikinci rübündən başlayaraq idxalın aşağı düşəcəyini bildirdi, lakin tələbatın azalması daxili bazarda qiymətə təsir etməyəcək. Sabah ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Hidrometeoroloji Proqnozlar Bürosu bununla bağlı məlumat yayıb. Bildirilib ki, bir sıra rayonlara yağış yağacaq, dolu düşəcək. Mayın 11-i gün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15 axşamadək hava şəraitinin arabir yağıntı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Yağıntılarla əlaqədar o cümlədən Kür çayının aşağı axında sulluğun artacağı, bəzi dağ çaylarının isə qısa müddətli daşqın və sel keçəcəyi ehtimalı var. Qərb küləyi 11 və 13-də bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 13-dən tədricən 4-6 dərəcə aşağı inəcək. Belə, dəyərli izləyicilər, bu saata çatdıracaqlarımız bunlar idi. Daim yenilənən xəbərləri Baku TV-nin saytından və sosial şəbəkələrdəki hesablarımızdan izləməyi unutmayın. Həmçinin ekranda gördüyünüz frekansları yığmaqla bizi kabel yayımından da izləyə bilərsiniz. Qaynar xəttimiz isə sizi narahat edən mövzularla bağlı daim aktivdir. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.